Bakının Nəsimi rayonu ərazisində sürücülər arasında ciddi mübahisə baş verib. Hadisə oktyabrın 9-da binanın qarajında qeydə alınıb. Zərər çəkmiş Həsən Ələskərli məlum hadisə ilə bağlı Nəsimi rayon prokuroruna şikayət ərizəsi yazıb. Onun iddiasına görə Dövlət Gömrük Komitəsinin polkovniki olan qonşusu Mirzə Sadıqov qardaşını döyüb, atasının isə ölümünə səbəb olub. 9 oktyabr axşam saat 22:00-23:00 radələrində yaşadığım 58 nömrəli binanın qarajında avtomobillə qonşuluqda yaşayan Mirzə Sadıqova məxsus avtomobillə xırda toxunmaqla zərər vurmuşuq. Hadisədə arxa bufer kiçik ölçüdə əzilib. Dərhal mühafizəçiyə zəng edərək avtomobilin kimə məxsus olmasını soruşdum və Mirzə Sadıqovla əlaqə saxlayaraq avtomobildə xırda zərər dəyməsi ilə bağlı məlumatı bildirdim və zərərin az olmasına görə ona 100 manat təklif etdim. Onu bildirdim ki, təklif etdiyim məbləğlə razı deyilsə, polis və sığorta çağıraraq bu məsələni qanunla həll edək. Lakin o mənimlə kobud danışmağa başladı və ziyanı artıqlaması ilə ödətdirəcəyini dedi. Mirzə məsələni qanundankənar formada həll edəcəyini bildirərək ora bir neçə nəfər kənar adamı çağırıb. Mən də binanın həyətinə düşdüm. Atam başqa adamların da məhəlləyə toplaşdığını görərək məsələnin sakitcə həll olunması üçün bizdən xəbərsiz qardaşımın ardınca qaraja inib. Orada atam Mirzəgilin idmançı görkəmli şəxslərlə gəldiyini görərək onların dava axtardığını başa düşüb və Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Elə həmin vaxt mən həyətdə olarkən qardaşım qarajda Mirzəgillə rastlaşıb və söhbət etməyə çalışıb. Bu zaman yüksək səslə söyüşlər söyən, ünvanımıza təhqirlər səsləndirən Mirzə Sadıqov qardaşıma hücum edərək onun baş nahiyəsinə yumruqla zərbə endirib, sonra təpikləməyə başlayıb və əməllərinə davam edib. Atam ona bildirdi ki, əgər məsələni bu yolla həll edirsə, biz də polis çağırırıq. Dəymiş zərəri də sığortadan alarsınız. Bundan sonra Mirzə atama hücum edərək sinəsinə vurub itələdi. Bu ferdəki əziyə görə 400 manat ödəməli olduğumuzu kobud şəkildə bildirdi. Atam söz-söhbətin daha da böyüyəcəyindən ehtiyat edərək bizi binanın liftinə salıb uzaqlaşdırmaq istədi. Buna baxmayaraq Mirzə liftin qarşısını kəsərək hərəkətlərinə davam etdirdi. Binanın komendatı və digər şəxslərin köməkliyi ilə liftə daxil olub evə qalxdıq. Atam evə qalxandan sonra özünü pis hiss etməyə başladı. Onu tər basmışdı. Soruşdum, halı niyə dəyişdi? Cavab verdi ki, qarajda Mirzə mənim sinəmdən vurdu. Həmin vaxt başa düşdü ki, atam hadisədən ağır stresi, ailəmizin təhqir olunması səbəbindən infarkt keçirir və təcil tibbi yardım çağırdıq. Amma həkimlər gələnə kimi atam dünyasını dəyişdi. Həsən Ələskərli şikayət ərizəsində Gömrük Komitəsinin əməkdaşı polkovnik Mirzə Sadıqova qeyd etdiyi qanunsuz hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Nəsimi rayon prokurorunun göstəriş verməsini xahiş edib. Orxan Rasifoğlu, Məhkəmə xəbərləri.